Ermənistan Fransadan ilk Sezar artilleriya sistemləri alıb. Bu barədə Defes 24 məlumat yayıb. Məlumatda bildirilir ki, Sezarların Ermənistana verilməsi təkcə hərbi təchizat yox, Fransanın Cənubi Qafqaza daha geniş miqyaslı hücumunun bir hissəsidir. Paris regionda Rusiyanın təsirini zəiflətməyə və Ermənistanın uzunmüddətli təhlükəsizlik tərəfdaşına çevrilməyə çalışır. Bildirilib ki, Fransanın Ermənistana dəstəyi siyasi bəyanatlardan konkret hərbi əməkdaşlığa doğru inkişaf edir. Sezarların ilk partiyası artıq Ermənistanın əlindədir və Respublika günündə keçiriləcək paradda təqdim etməyə hazırlaşırlar. Məlumatlara görə Ermənistan Fransadan 36 ədəd Sezar almaq istəsə də, nə qədər artilleriya sisteminin çatdırıldığı məlum deyil. Hərçənd istiqamət məlumdur. Ermənistan Fransa artilleriyasına, hava hücumundan müdafiə sistemlərinə, ümumilikdə hərbi təchizatda qərb standartlarına doğru irəliləyir. Ermənistan Baş nazirinin müavini Miguel Qriqoryan ABŞ Dövlət Departamentinin Qlobal İnfrastruktur və İnvestisiya Tərəfdaşlığı Fondu adından Ermənistana səfər edən nümayəndə heyətini qəbul edib. Komanda Tramp marşrutu və ya tripin keçəcəyi ərazinin araşdırılmasına başlamaq üçün Ermənistana gəlib. Şirkət Baş nazirinin müavininə hazırlanacaq texniki iqtisadi əsaslandırma üzrə görülən işlərin əsas istiqamətini və gözlənilən nəticələri təqdim edib. Miguel Qriqoryan trip layihəsinin regionda sülhün və sabitliyin möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayaraq görülən işlərə diqqət çəkib, regional kommunikasiyaların açılması imkanları barədə məlumat verib, yüklərin və resursların Ermənistan ərazisindən tranziti üçün böyük potensialın olduğunu vurğulayıb. Dəyərli izləyicilər, ölkə və dünya gündəmi ilə bağlı xəbərlər təqdim etməyə davam edəcəyik. Öz fikirlərinizi şərh bölümündə qeyd etməyi unutmayın. Sağlıqla qalın.